Salam dostlar, günləriniz xoş keçsin. Bu günlərdə biraz da ədəbiyyat haqqında danışacağam. Ədəbiyyat haqqında niyə danışacağam? Çünki bu mənim şəxsi təmayülümə əsasən belədir. Təbiət məni ədəbiyyat və fəlsəfə ilə məşğul olmaq üçün yaradıb. Ona görə də həm də əyləncə xatirinə burada bir bədii aləm yaradacağıq. Zira xalis ədəbiyyat və fəlsəfə o aləmdir ki, biz praktik işlərimizi gördükdən sonra bu aləmə daxil oluruq və hər birimiz öz şəxsi təmayülümüzə əsasən o aləmdən ləzzət alacaq dostlar. Bəhrələnirik. Artıq xalis bir mənəvi, zehni fəaliyyətlə məşğul oluruq. Bir şeir oxumaq istəyirəm dostlar və bu şeirdəki hansı xüsusiyyəti vurgulamaq istəyirəm. Bu şeiri Nabokovun ədəbiyyat insana məlum olan iki ən şirin ehtirasdır sözünə əsasən deyəcəyəm. Mənim çox sevdiyim bir şeir var dostlar, Hüseyn Caviddən. Təəssüf ki, çox qısadır. Çox arzulayardım ki, bu şeir uzun olsun. Yəni, mənim rast gəldiyim variantı qısa variantdır. Çox istəyərdim uzun olsun. Burada mən o ədəbiyyatdakı o insana məlum olan iki ən şirin ehtirasdır düşüncəsinin izlərini tapmaq istəyirəm. İsbatını göstərmək istəyirəm. Qısa da olsa. Və bu şeirdəki, bu qısa şeirdəki biz nəyə mən belə buradakı kişiyanə zərafətə, poetik zərafətə diqqət kəsilməyimizə həm də istəyirəm. Çox qısa şeirdir, amma bu sanki uzun olmaq istəyən nə hansısa səbəbdən qısa çıxan bir şeirdir dostlar bu. Bax, Hüseyn Caviddəndir dostlar. Buradakı o, oxuyaq. Gəldin də niçin pəmbə buludlar kimi axdın, bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Şimşək gibi çaxdın da niçin könlümü yaxdın, bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Sərpildi alev ruhuma süzgün baxışından, sarsıldı da həbbənliyim, ey afəti devran, gəl, gəl, olayım səndəki hər cilvəyə qurban, bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Belə qısa bir şeir, amma əslində içində kişiyanə bir aşiqliyin doluluğunu göstərən bir nümunədir dostlar. Doluluğunu, zənginliyini göstərən bir nümunədir bu. Və mənim dünya ədəbiyyatında ən çox sevdiyim kiçik şeirlərdən biridir bu dostlar. Yəni, o bilirsiniz nə halıdır? O poeziya aləmində biz deyəriksə, aşiqliyin hansı hallarıdır dostlar? Niyə dönüb baxar görəsən aşiq oldu? Dönüb baxarkən nə düşünər? Zehnin içində nələr orada var? Orada nələr var? Görəsən, dönüb baxarkən zehnin içində sən varsanmı? Düşünərsən. Necədir təsəvvürü? Orada sənin rəsmin necədir? Təsəvvürün necədir? Sənlə bağlı mənzərələr necədir? O zehnin içində aşiq olduğun o məşuqun zehnin içində sən necəsən? Nələr
sənə hansı xüsusiyyətlər belə deyək, aid olunub orada? Hansı xüsusiyyətlər? Görəsən sən orada nə dərəcədə yer tutursan? Nə dərəcədə yer tutursan? Aşiq məşuqunu düşünəndə, məşuq da aşiqini düşünürmü görəsən? Görəsən düşünürmü? Görəsən, belə deyək, aşiq məşuqunu düşünəndə bilsən necə? Bu onu düşünəndə, o da bunu düşünürmü görəsən? Düşünürsə saadətdir. Misilsiz saadətdir. Düşünmürsən, misilsiz əzabdır, istirabdır. Belə dostlar. Bu şeirin içərisində o məqamlar varmış kimi gəlir mənə. Deyirsən, dönüb baxanda sənin süzgün baxışından ruhuma alovlar sərpilir. Mənim məlliyim sarsılır. Ay şimşək kimi çaxısan, çaxdın da niçin könlümü yaxsan? Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Səni o suallar işarəsinin altında buraxan o baxışlar niyə dönüb baxar görəsən? Görəsən, onlar da mı bizim onlara aşiq olduğumuz qədər bizə aşiqdilər? Yoxsa heç veclərinə deyil. O hallar, istirablar məsələləri var orada. Gedir orada, proseslər gedir. İstirabvari proseslər gedir. Oynaşırıq dostlar, oynaşırıq. Sonra nə suallar ola bilər burada, nə suallar gələ bilər zehnimizə. Aşıq qəlbin zehninə nələr gələ bilər? Azadlıqda, özgürlükdə, sənət özgürlüyündə, ağır atmosferin fövqündə, açıq yaşıl yarpaqlarla dolu xiyabanlarda nələr gələ bilər zehinlərə? Necə suallar gələ bilər? Xəfif küləklər əsər. Görəsən, aşiq məşuqə, aşiqin məşuqəni çox istədiyi qədər çox istəyirmi? Məşuqə aşiqi, aşiqin məşuqəni çox istədiyi qədər çox istəyirmi? Suallar gələr zehnimə. Dostlar. Nə düşünürsünüz dostlar? Rəy bölməsinə yaza bilərsiniz fikirlərinizi. Rəy bölməsinə yaza bilərsiniz dostlar. Sonra nələr? Nələr? Buydu dostlar, Hüseyn Caviddən oxuduq. Mən bu Hüseyn Cavidin bu şeirini həsr edirəm dostlar. Gənclərə və gənc ruhlu insanlara, əbədi aşiqlərə, varlığa eşq duyanlara bunu həsr edirəm dostlar. Onlara həsr edirəm, onlar belə sən necə, onlar səndən razılayıram. Sonsuz, belə silsiləvari, zəncirvari
zərifliklər arzulayıram belə. Açılan, dalğalanan, ənginliklərə yayılan, əbədi əhvallar arzulayıram onlara. Onlardakı o təravətin əbədi olmasını arzulayıram onlara. Qəlblərindən eşqi məhrum bıraxmasını arzulayıram onlara. Varlığı eşq duymağı arzulayıram onlara. Əlbəttə ki, bunlar dostlar həmişə davamlı, sürəkli ola bilməzlər. Yəqin ki, belə olması təbiidir. Çünki qədrin bilək də, qədrin bilək. Görünüb yox olar, zaman görünüb yox ola bilərlər belə. İşıqlar görünər yox olar. Yaylar belə keçər. Gözündən və gözlərinin üstündən belə keçər. Bir anda görünər yox olar. Belə dostlar. Nəysə də sizə bütün bu gənclərə, gənc ruhlulara arzulayıram ki, onları çox istəyən aşiqlərin qədrini bilsinlər. Onlar üçün yalan tutuşan aşiqlərin qədrini bilsinlər. Onları əbədiyyən heyranlıq duyacaq, sənətkar təbiətli, ürəyi belə duyğularla, hisslərlə, o belə dərin hisslərlə, oynağan hisslərlə çırpınan aşiqlərin, əbədi aşiqlərin qədrini bilsinlər. Onların qədrini bilsinlər. Heç olmasa buralarında bilsinlər qədrini. Belə dostlar, belə və Hüseyn Caviddən sonra qədrini bilsinlər, onları incitməsinlər dostlar. Sonra bilsən nə olar? Görürsən, olar mı? Məsələn, deyək ki, sonra ürəklərində dolanar, ürəklərində dolanar. Sonra ürəklərində dolanar. Deyərlər ki, köş incitməyəydik. Aşıqı, nə bilim, o aşıqı şeydə, o belə, o nəliyə? Bir dənə söz var dostlar. Əcayib qarayib aşıqı. Əcayib qarayib aşıq köş incitməyəydik. Deyərlər. Vallahi dostlar. Deməzlər bəlkə. Çox acımasızdılar bəlkə də deməzlər. Amma onu bir pısılda işlə bilərəndə bilərlər. Bir pısılda işlə bilərəm. Gec olar, onda da gec olar. İş işdən keçər. Belə dostlar. İngiliscə dostlar, siz Nabokovdan oxuyaq. Deməli, nədir məsələ dostlar? Burada çox danışmışıq. Sonra demişik də, ədəbiyyat, bədiyyat yer üzərindəki çox böyük dəyərlərdən biridir dostlar. Mənim təsəvvürümdəki ədəbiyyat. Əlbəttə, yer üzərində çoxlu gözəllikləri var. Amma çox dəyərli məqamlar var. Amma bədiyyat onları çox gözəl eləyən şeydir. Bəli. Yəni, biz çox şey yaşayırıq, bilirsən nədir? Nələr yaşayırıq. Bədiyyat onların nə qədər dərinlərində, onların nə qədər belə dəyərli məqamlar yatdığının işarəsidir dostlar. Yəni, göstəricisidir bu tip ədəbiyyat. Bəli.
Yəni, məsələn, üçün Rüstəm həyatın mənasını çox demişik bu arada. O şeir həyatın mənası idi. Məsələn, həyatın mənası idi. O şeiri yazırsan, onu göndərirsən, o şeir necədir, böyürsən sənə nə eləyir? Sənə dərindən belə bir şey saplayır da sənə, bir şey saplayır sənə. Yenidən saplayır da o baxışın, o baxışdakı o şimşəyi sənə göstərir də orada. Şimşək necə vurar, çıxar da, bənliyi sarsıdar, mənliyi sarsıdar da sənə. Onun göstəricisidir, o göstəricisi. Zaten baxış sənin mənliyi sarsıdır da, bundan da sonra nə incitmək istəyirsən? Yəni, niyə incitmək istəyirsən? Aşıqı niyə incitmək istəyirsən? Baxışın zaten saplayıb da onu. Biraz mərhəmətli ol da, biraz belə şəfqətli ol da. Biraz belə mərhəmətli olma, biraz belə yumuşaq ürəkli ol da, yəni aşıqə belə aman ver də, aman ver. Aşıqə nə deyirlər? Sən aşıqə mərhəmət göstər də, mərhəmət göstər. Biraz da sən niyə saplayırsan? Biraz da sən niyə belə incinsən? Biraz da sən niyə belə yaraları belə orada qurdalıysan? Niyə belə yaraları orada belə qaysağı qoparırsan? İncitmə də, incitmə. Bütün bunlar nədir? Həyatın mənasıdır. Dərinləşdirmələrdirlər. Dərinləşdirir, sənə da dərinləşdirir. Sənə hisslərin nə qədər əla, super, ləzzətli, dəyərli olduğunu sənə bildirir. Belə dostlar. Necədir? Biraz oxuyaq dostlar, oxuyaq. Və indi yenə də biz burada həyatın nə qədər maraqlı ola biləcəyinin isbatını görəcəyik. Fərdi şəkildə bax. Burada bir məqalətin dostlar, biz burada danışmışdıq. Bax, məsələn, deyək ki, səndə bəlli bir qabiliyyət var. Bədii qabiliyyət var, deyək ki, var. Və fəlsəfi qabiliyyət var. Sən bu kitabı götürüb, gedib həbsxanada yatsan, məsəl üçün, talib elə yatsa, və yaxud gedib bir ucqar kənd yerində yaşasan, bir müddətlik tək tənha, bu kitabı oxuyaraq, əgər sənə talant varsa, bəli, bir yazar kimi yetişə bilərsən. Dərinləşdirməyə sonra yenə də gərək var, amma yetişə bilərsən, mütəfəkkir kimi yetişə bilərsən. Kitabın alim kimi də hətta yetişmək olar, addım atmaq olar. Bu kitabın belə bir qüvvəsi də var, dostlar, bunu deməkdə gərək var. Bu aralıq mağazanın lap içərisindən eşitdiyim sakit bir öskürmə səsi diqqətimi çəkdi. Demişdi, bayaqda qulağı inkişaf elətdirir. Kitabların gizlətdiyi kimsə orada nələrsə xışıldadır, uf edirdi. Özünüzə köməkçi götürmüsünüz, deyə mən müştəri getdikdən sonra Vaynştokdan soruşdum. Yaxında onu işdən çıxaracaqam. Vaynştok sakitcə cavab verdi. Tamamilə yararsız qocadır. Mənə cavan adam lazımdır. Bəs qara əldən nə xəbər var, Vikenti Lvoviç? Əgər siz bu qədər qatı şəkkak olmasaydınız, Vaynştok vahiməli sürətdə söylədi. Sizə xeyli maraqlı şey danışardım. Biraz məndən incimişdi. Bu isə yersizdir. Mənim xəyali, əliboş yüngüllüyüm hər hansı bir şəkildə həll edilmə tələb edirdi. Mənim fantaziyam isə olduqca lazımsız bir söhbət ortaya çıxarmaqdaydı. Yox, Vikenti Lvoviç, niyə ki şəkkəkam? Əksinə, yadınızdadırmı bu məsələyə görə bir neçə dəfə xərcə düşmüşdüm? Doğrudan da Vaynştokla ilk dəfə tanış olanda dərhal onda da mənimkinə bənzər bir cəhət kəşf etmişdim. Qarayaxı fikirlərə yönəlik meyil. Vaynştok əmin idi ki, hansısa adamlar onun sirli yığcamlıqla və ilk hecaya qoyduğu nəhs vuruğu ilə adlandırdığı agentlər daim onu izləyirlər. İçində öz adının da bulunduğu hansısa qara siyahının var olduğunu işarət etmişdilər.
etmişdi. Ona rişxənd edirdim, ancaq daxilən dəhşətə gəlirdim. Bir dəfə təsadüfən tramvayda gördüyüm adamlar gözləri oynayan çirkin sarışın kişi ilə elə həmin gün yenidən rastlaşmağım mənə qəribə gəlmişdi. O mənim yaşadığım küçənin tinində dayanmışdı və özünü elə aparırdı ki, güya qəzet oxuyur. O vaxtdan bəri narahatlıq duymağa başladım. Özümə acıqlanırdım, Weinstocku fikrən lağa qoyurdum. Ancaq öz təxəyyülümlə bacara bilmirdim. Gecələr mənə elə gəlirdi ki, kimsə otağımın pəncərəsinə dırmaşıb içəri girir. Axır ki, bir revolver aldım və sakitləşdim. İndi Weinstocka işarət etdiyim məxaric ki, Waffenscheinin əlindən alınması bunu da daha cəfəng edirdi. Məhz bununla bağlıdır. Silahın sizə nə faydası olacaq? Weinstock sual verdi. Onlar şeytan kimi kələkbazdırlar. Onlardan yalnız bircə şeylə qorunmaq olar, beyinlə. Mənim təşkilatım birdən sanki ağzımdan söz qaçırılmış kimi şübhə ilə mənə nəzər saldı. Onda mən qərara gəldim və zarafatçıl danışıq tərzimi qoruyaraq izah etməyə çalışdım ki, əcaib vəziyyətə düşmüşəm. Daha borc alacağım heç kim yoxdur. Yaşamağa və siqaret çəkməyə ehtiyacım var. Və bütün bunları söylərkən də bir dəfə şagirdlərimin anasına yaxınlaşıb tamamilə eyni zarafatçıl tonla həmin axşam Visbadenə getməli olduğunu və bunun üçün düz 90 pfenningi çatışmadığını almadan öndəki sınıq, sırtıq yabancını xatırlayırdım. Deməli, bu Visbaden söhbətini özünüzə saxlayın, deyə qadın sakitcə ona demişdi. Hər halda sizə 20 pfenning verəcəyəm. Sırf prinsipial götürü qoyulara görə daha artığını verə bilmərəm. Bununla belə indi bu cür bir qarşılaşdırma etməkdən azı da olsa xəcalət çəkmirdim. Atəşdən sonra ki, mənim düşüncəmə görə ölümcül atəş idi, mən özümə qıraqdan maraqla baxırdım və atəşə qədər ki, əzablı keçmişim indi mənə bir növ yad gəlirdi. Weinstockla etdiyim bu söhbət mənim üçün yeni bir həyatın başlanğıcı oldu. Mən indi özümə münasibətdə özgə adam idim. Mövcudluğumun xəyaliliyinə duyduğum inam mənə bir para əyləncələrlə məşğul olmağıma haqq qazandırırdı. Burada nədir dostlar? Məsələ nədir? Birincisi, buradakı məsələ nə ilə bağlıdır? Bax, bir məqam var. Həyatın içindəki ideyaların, çünki bu bitməz tükənməzdir, bir də bax, danışmışıq dostlar. Həyatın içərisi, bax, bizim məsələn, baxdığımız bu dünya ideyalarla doludur. Yəni, elə bir ki, çoxlu dalğalar var, belə bir-birinə içinə keçmiş dalğalar var, dəhşətəngiz məsələlər var burada, dəhşətəngiz məsələlər var burada dostlar. Bu dünyanın içindəki bu ideyaları ortaya çıxartmaq məsələsi var da. Bədiyyət bunu eləyir, indi biz burada. Bu dünyanın içindəki ideyaları ortaya çıxardanda yıxım üzrsən dostlar. Dünyanın içindəki ideyalar ortaya çıxardanda onlardakı o həqiqilik, bilirsiniz necə, mətnə də o həqiqəti verir də və daş kimi bir abidə surəti verir. Abidə surəti verir. Biz burada onun örnəyini görməkdəyik. Yəni necə ki, məsələn üçün bu cür bir idrak tipi dünyanın içərisindən mövzular çıxardanda onları bir abidəyə, sözlü abidəyə çevirir. Bu qəşəng bir təcrübədir dostlar. Qəşəng bir təcrübədir. Birinci məsələ budur. Yəni sənin dünyanın içərisi çox maraqlı ideyalarla doludur. Sən əgər o ideyalardan ləzzət ala biləcəksənsə, bu sənə çox cəhətlərdən sənin üçün qəşəng bir aləm açır. Birinci məsələ bu. İkinci məsələ bu, bizim həyatımızın nə qədər zəngin olduğunun göstəricisidir. Zəngin olduğunu göstəricisidir. Yəni, biz bayaq bu söhbət elədik. Məsələn, deyək ki, bizim praktik həyatımız var. Biz praktik həyatımızı hərəmiz bir şəkildə həll edirik, düzdür? Praktik həyatımızı həll edəndən sonra biz keçirik bəlli bir başqa mərhələyə. İnsani tərəflərimizlə, idrakımızla, insanlığımızla, mənəviyimizlə məşğul olmağa. Orada artıq başlayırıq bilgidən,
həzz almağa və bəhrələnməyə. Bax bu o sferaya biz keçəndə, orada bu necə ki bir abidədən estetik ləzzət almaq məsələsi varsa, bu belə mətnlərdən də estetik ləzzət almaq göstəricisi var, əlaməti var. Fəqət təkcə məsələ bu deyil. Burada mövzuda da qəribə məsələlər var. Nədir məsələ? Burada bilirsiniz bir məsələ var dostlar. Adı da bax casusdur, düzdür. Casusdur, düzdür. Burada bunlar Avropaya mühacir etmiş, deyək ki, ziyalılardılar və insanlardılar da. Bu kitabçıdır, müəllimin özüdür. Neynir? Casuslardan qorxurlar. Çünki o Sovet casuslarının məsələsi var da. Burada insanın bilirsiniz necə hürkü içində yaşaması, yəni mövcudluğunun hürkü, qorxu içində yaşaması mövzulardan biridir. Çünki mətnin dünyanın içərisində yatan o bizim qorxularımız var da. Bax məsələn üçün sual yaranır. Biz insanıq da, düzdür, canlıyıq, düşünən canlıyıq, hiss edən canlıyıq və təkcə bunlarla məhdudlaşmırıq, daha ali ideyalar haqqında düşünürük. İnsan taleyi haqqında düşünürük. Başımıza gələn hadisələr haqqında düşünürük. Ümumiyyətlə həyat haqqında düşünürük. Düzdür? Belə bir canlı nəyə görə qorxu içində yaşamalıdır? Yəni, nəyə görə bu dünyada biz qorxu içində yaşamalıyıq? Niyə məsələn qorxuruq? Yəni, qorxunun olmadığı bir yer varmı, ola bilərmi? Bu mövzunu ortaya qoyur. Fəqət burada mövzunun həlli yox, eksistensiyası göstərilib. Yəni, insan mövcudluğu göstərilir sənə. Sən burada varlığın tamaşasına qalırsan, bildiniz necə? Hədiyən ki, bunların bu qədər qorxuları var da, casus qorxuları var. Hətta o qədər qorxudur ki, Vanştok bir çox şeylər hətta uydurur. Məsələn, o deyir ki, məsələn üçün var, məsəl üçün. O qorxu məsələsi var da, bax. Vanştok bunu qorxudur ki, bizi agentlər izləyirlər. Bu da qorxudur, bilirsiniz necə? Burasında yaşayır axı. Aparat burada da axı qorxuya düşür. Doğrudan da agentlər izləyirlər. Yəni, bilirsiniz nə mənada? Yəni, dünyada insanlar məsələn bir-birinə etibar etməmələri. İnsanların bir-birinə etibar etməməsi məsələsi. Niyə məsələn insanlar bir-birinə etibar etmirlər? Problem nədir ki? Bildiniz necə? Yəni, burada məsələn problemin həlli məsələsi deyil. Yəni, elə bir ki, tamaşaya daldırır da sən. Dünya necə yerdir? Bəlli bir dünya təsəvvürü verir sənə. Niyə məsələn insanlar bir-birinə etibar etmirlər? Nədən qorxurlar? Problem nədir? Yəni, bu məsələn üçün bu kitabı istədsək, bir danışmışıq bu barədə. Biz necə bir məsələdir bu. Nietzsche deyərdi ki, biz onu şərh eləmişik çoxdan. Möminlər, sənətkarlar və filosoflar insanlardılar. Bilirsiniz mənada. Biz məsələn üçün bunları oxuyanda insaniliyimizi hiss etməyə başlayırıq və ya bunları tamaşa eləyəndə və ya bunları dinləyəndə xalislərində insanlığımızla tanış oluruq. Mövcudluğumuzla və insan olmağın halları ilə tanış oluruq da. Və məsələn, niyə bu qədər qorxu var? Niyə məsələn insanlar bir-birinə etibar etmirlər? Nədir ki, problem nədir və səbəb nədir? Niyə belə olmalıdır? Məsələn, mən buradan bax da düşünürəm. Bax, Vanştok məsələn deyir, mühacirlərdir də. Deyir ki, bizi agentlər izləyirlər. Müəllim özü də qorxuya düşür. Gedir, güllə, tapanca alır.
Mən məsələn elə bilərdim ki, gecələr otağıma kimlərsə girirlər. Agentlər girirlər. Bir də metroda bir dənə adam görmüşdüm. Metroda bir adam görmüşdüm deyir bax. Gözləri oynayan bir kişi idi. Tramvayda görmüşdüm onu. Və sonra həmin gün onunla yenidən rastlaşmışdım. Mənə qəribə gəlmişdi. Bilirsiniz necə? Yəni insan burasındakı varlığındakı qorxuları nəzərə çatdırır. Bu əslində həm də biraz nədir? Etirazdır. Bu həm də biraz problemi ortaya qoymaqdır. Mən belə başa düşürəm. Həm də biraz da problemi ortaya qoyma məsələsi. Məsələn, insan insana niyə etibar eləmir? Səbəb nədir ki? Niyə məsələn qorxu var? Niyə insanlar arasında inamsızlıq var? Niyə belədir? Görürsən, bunların olmadığı bir cəmiyyət ola bilərmi? Bir insan birgə yaşayışı ola bilərmi? Maraqlı deyilmi bu dostlar? Maraqlı məsələ deyilmi? Yeri gəlmişəm, bizim cəmiyyətdə də bu problemdir. İkidən əlaqəli deyilməm, bizim cəmiyyətdə də belə problemlər var. Başa düşüləndir. Sevgi azlığı məsələsi var orada. Sevgi azlığı demişəm də bu dostlar. Bizim cəmiyyətin əsas problemindən biri, üç problemi var da. Əsas problemdən biri şəxsiyyət azlığıdır. Həqiqi sözün əsl mənasında şəxsiyyət azlığıdır. Bir də sevgi azlığıdır. İki əsas problemlərin içərisində iki əsası bunlardır. Əsas olan ikisi bunlardır. Beş problem varsa ikisi bunlardır. Sevgisizlik və şəxsiyyətsizlik problemi. Məsələn, bax, Van Stokun görə bu necə təsiri var ki, görəcə təsir edir ki, məsələn, onun sözü, bizi agentlər izləyirlər. Deyir, onu lağa qoyurdum, o gecələri qorxurdum. Elə bildim, otağıma kimsə girir. İnsanın qorxularını, buradakı insan deyir, insan qorxuları. Necə bir yerdə yaşayırıq ki, biz bu qədər qorxularımız var məsələsi. Demək ki, biz xeyli pis yerdə yaşayırıq ki, bu qədər qorxularımız var. Yaxşı yerdə yaşayırıq, bu qədər qorxularımız olmaz, deyil mi? Həyatın, kitabın içərisində həyat sərtlikləri ilə, sərt həqiqətləri ilə üz-üzə qoymaq məsələsi dostlar bu. Fikir ver ki, revolver alır, özünü qorumaq üçün onunla özünü öldürür. Ziddiyyət, həyatı ziddiyyət məsələsi. Özünü qorumaq üçün almışdı. Onunla özünü həyatdan məhrum eləmək istədi. Acayip şey deyil. Bir də bu baxış məsələsi var da, sənətkar baxış məsələsi var da, yəni danışan, özünü ifadə edən hər şeyə bir sənətçi gözündən baxmaq da, onu sürət kimi yadda saxlamaq. Məsələn, burada bir məzəl var, burada bir kiçik bir istirab var da, yaşamaqla bağlı istirab, müəllimin istirabı, ziyalının istirabı da var. Dediyim ki, məsələn, ona deyib başa salmaq istəyirdim ki, çox vəziyyətim pisdir, heç kimdən borc ola bilmərəm, yaşamağa və siqaret çəkməyəsə ehtiyacım var. Və burada məsələn, axırın biz oxuduq, nə deyir? Deyir ki, o bizə azadlıq duyğusu var da burada. Kitabın içərisində deyib soruşmuşum, əsas mövzularından biri azadlıq duyğusudur dostlar. Bu azadlıq duyğusu, toxunmuşam buna məsələlərə başqa məqamlarda, bu bizi xəyalata çevirmək məsələsi var. Azadlığın belə bir dərəcəsi var, sən özünü xəyalat kimi hiss edirsən. Yəni, ruh kimi hiss edirsən də belə, məcazı mənədir bunlara dostlar. Yəni, o qədər belə hər şeyin içərisində belə əriysən ki, sanki hər şey səndəymiş kimi, hər şey sənilmiş kimi, sən də hər şey dəymişsən kimi bir hal var da, o faktiki olaraq var olan bir şeydir, bəli, var olan bir şeydir. Mən çox dərinə getmirəm, həm də özümdən bağlı çox danışmaq istəmirəm, o var olan bir şeydir dostlar. O, bəlkə də elm nə zamansa bunu
Bəli, elm nə zamansa bunu mövzu eləyə bilər və bəlkə buna dair hansısa isbatlar tapa bilər və ya bəlkə tapır. Mən ciddi elmdən söhbət edirəm, təbiətşünaslığından söhbət edirəm. Hər şeydə özü belə parçalanaraq hər şeyə yayılmaq halı var da. O elə bil ki, hər şey sənin içərindədir. Məsələn, adicə bax burada gəl Nabokov deyir. Bəli, sənətkarlarda, filosoflarda və möminlərdə bu hallar ola bilir dostlar. Məsələn, bax gəlin bu dəqiqə göstərim sizə. Bura bax. Və indi oxuduğum hal nələr gördük? Bax məsələn bir təsəvvür edin, bax. Mağazanın içərisi, öskürmə səsi, xışıldama, af-uf, kitabları kimsə gizlədir, söhbət, dialoq, özünə kimsə köməkçimi götürmüsən. Casus məsələsi, agentlərdən qorxma, insanın qorxusu və hürküsü, şuurunda baş verən proseslər, diqqət edin dostlar, şuurunda baş verən proseslər, varlığının bir xassəsi, düzdür, revolver, silah almaq məsələsi, özünü qorumaq məsələsi, özünü qoruma bilməmək, özünü öldürmək məsələsi, ölüm məsələsi. Bir sənəddən də söhbət açılır burada. Sonra məsələn üçün bir insanın kitabçının deyək ki, qorxuları, hürküləri və tülüncülüyü, hiləgərliyi, özünü ağıllı sayması. Sonra məsələn üçün bir insanın istirabı, azad çəkir, nəsə almaq istəyir, düzdür, siqaret istəyirəm, yaşamaq lazımdır. Gəlib kitabçıya deyir ki, mən iş istəyirəm buradan. Nə bilim, yadına düşən başqa bir insan, yəni ki, şagirdlərin anası məsələsi. Bütün bunlar nədir? Yayılma. Bədiyyatdakı yayılmadır dostlar. Yəni yazıcının gör nə çox sürətli zehnində daşımasıdır. Bu deməkdir parçalanma, yayılmadır. Bu məsələn üçün bu çox tez-tez adi məişət şəraitində yanlış başa düşülür dostlar. Bir çox insanlar, hətta dostlar, qohumlar, tanışlar belə bu tip insanları anormal hesab edirlər. Anormallık deyil. O elə bir ki, struktura görə belədir, zehni mənəvi duruma görə belədir. Parçalanma şəklindədir də. Sən egoizmin parçalanır, çoxlu mənlər daşıyırsan özündə. Bu anormal hal kimi görünür, anormal hal deyil. Yəni belə olmasan, bunun sevgi ilə əlaqəsi var, bəli. Aşıqlıq ilə əlaqəsi var, nə bilim. Haralara gəlib çıxa bilər bu məsələ. Səndə çox neçə canlıları, o bir sənin necə bir şeydir, dərindən duyma qabiliyyəti var ki, bunun hələ bir yandan əzabı var. Vay. Bunun belə bir əzabı var ki, dostlar. Modeli başında gəzdirmək məsələsi var. Dünyanın modelini başında gəzdirsən. Bunun əzabı dəhşətlidir. Əzabı olanda dəhşətli əzablar olur. Ona görə belə insanlar bir çox hallarda bədbin olurlarsa, melanxolik olurlarsa, mənə qədər özlərinə qapanırlarsa, belə hallara düşürlərsə, əslində qınamamalısan. Çünki o modeli zehnin içində gəzdirmək, sürəkli şəkildə, onun gözünün önündə tutmaq, o böyük əzabdır, istirab, asan şey deyil. İkinci məsələ, bu sənə bəlli bir baxış verir. Bu baxış da bir çox insanlara anormallıq kimi görünür. Yəni ki, qaçılmaz olaraq belədir də, onlar səni anormal hesab edirlər. Çünki onlarda, məsələn, deyək ki, bir insanda bir baxış var. Bir şeyə fokuslanır, tutalım ki. Səndə isə fokuslanma çoxludur. Yəni, parçalanıb, egoizmin parçalanıb. Parçalanmış şəkildə, ona görə burada bəzi anlaşılmazlıqlar ola bilir. Yəni bu, həm də azadlıq dediyim məsələ ilə bağlıdır. Azadlıq duyğusuna bağlıdır. O varlığın içində əriməklə bağlı məsələ var dostlar orada. O bizi bilirsiniz necə? O bax bunu əldə eləmək əlaqələndirir, mənəvi mədəniyyət əldə eləmək. Bu mənəvi mədəniyyət dostlar fərqləri var da. Məsələn, bir kəsə görə mədəniyyət başqa bir şeydir. Məsələn, deyək ki, çəngəllə yemək. Mən bundan danışmıram. Biz bu məsələni mən 3 il əvvəl, 4 il əvvəl Schopenhauer tərbiyəçi kimi əsərində, Nietzsche'nin əsərini şərh eləyərkən bu məsələləri qapanıb orada, bağlanırlar orada. Yəni, istəyənlər o videolara baxa bilərlər. Bu məsələ, məsələn, mədəniyyət məsələsi orada bağlanıb.
Məsələn, mən burada çəngəllə nəyisə yeməkdən danışmıram və ya nə bilim, belə oturmaq, bundan danışmıram. Başqa şeydir bu. O da mədəniyyətin bir növüdür, başqa cür, o başqa şeydir. Yəni, mən ondan çox da məşğul ola bilmərəm, bilgilərim də yoxdur. Mənəvi mədəniyyətdən danışıram dostlar. Bunlar fərqli şeylərdir. Və bu mənəvi mədəniyyətdən bir parçalanma halı var, olur bizdə. Parçalanma halı olur. Və biz çox insanları başa düşmək halı yaranır. Anlayışlı olmaq halı yaranır. Bu, məsələn, mənəvi mədəniyyətin bir özəllərindən biridir. Amma bu parçalanma ilə olur həm də. Bəli, dərəcələr var da onun. Yəni, məsələn üçün, sən bu şəkildə parçalananda, o azadlıq duyğusunu artıq varlıqla əlaqədə azadlıq duyğusunu hiss eləyəndə parçalanma yaranır. Sən bir dünyanın müxtəlif yerləri ilə, müxtəlif insanlarla qəribə bir dənə əlaqə qurursan. Onlar bunun fərqində olmasalar da, onlar buna diqqət eləməsələr də və heç xəbərləri olmasa fərqi yoxdur, təfavütü yoxdur. Sən o əlaqəni qura bilirsən, parçalanma halında olur da, bildiniz necə? Mənəvi mədəniyyətin bizə verdiyi məqamlardan biri budur. Bu bizi həm də bir tərəfdən dünya insanı eləyir. Dünya insanı eləyir. Həm öz ölkəmizə bağlı insan eləyir, həm də vətənimizə bağlı insan eləyir, həm də dünya insanı, qaçılmaz olaraq dünya insanı eləyir. Bəs nədir dostlar? Bədiyyatın, fəlsəfiyyatın yüksək əsərləri belə qüvvələr daşıyır özlərində. Bəli, bəli. Sən bundan sonra başa düşsən ki, dünya ilə sənin bağlılığın var. Dünyanın müxtəlif yerlərinə sənin bağlılığın var. Onlarla əqrabalığın var. Ən müxtəlif xassələrlə, təzahürlərlə, cəhətlərlə, subyektlərlə sənin bağlılığın var. Canlılara, heyvanlara belə genişləyərək, onlara qədər belə genişləyir, əhatəsini aça bilir bu məqam. Bəli, bəli dostlar, bəli, bəli. Canlıları hiss etmək, ümumi canlıları hiss etmək. Ki, bunun xoş tərəfləri olduğu kimi azabı da çox böyükdür, istirabı da çox böyükdür. Bu məqama basan, burada diqqətlə, biz bir rast gəlirik. Buradakı həmən azadlıq məsələsi həm də bununla bağlıdır dostlar. Ona görə Nabokovun bu əsərində o bizə o azadlığı verəndə bizdə o məqamlar müəyyən qədər işə düşməyə başlayır. Yəni biz həm də dünya insanı olmağa başlayırıq. Dünya insanı olmaqdan ləzzət alırıq. Varlığımızın bir tərəfinə biz başa düşürük ki, məsələn, əslində hər nə qədər biz zaman-zaman milliyyətçilik eləməyə məcbur qalsaq da və ya bunu seçsək də, ki, bunun da faydalı tərəfləri ola bilər, milliyyətçilik eləməyə, qrupbaçılıq eləməyə və s. meyilli olsaq da, əslində hər yerdə şəxsiyyətə dəyər verməliyik, hər yerdə şəxsi fərdi xüsusiyyətləri qiymətləndirməliyik. Bu bizim həm də dünya insanı olaraq borcumuzdur. Bizi bəli, həm də o mərtəbəyə aparır bu cür kitablar. Həm də bu yollarla da bunu eləmək istəyir. Belə dostlar, bu qədər danışdım. Ədəbiyyat haqqında danışmaq istədim. Çox sağ olun dinlədiyiniz üçün dostlar. Çox sağ olun dinlədiyiniz üçün. Ədəbiyyatı sevək, kitabları sevək, onların qədrini bilək. Kitablar əldə eləməyə çalışaq, yaxşı kitablar və onları oxumağa çalışaq dostlar. Əgər bir ölkə, dövlət olaraq çoxlu çatışmazlıqlarımız varsa, amma başqa tərəflərdə çatışmazlıqlarımız varsa, amma biz kitab oxuyaraq və əsənəti, bilgini, bədiyyatı sevərək istənilən halda bütün çatışmazlıqlarımıza rəğmən başqa tərəflərdən qəşəng cəmiyyətimizi qəşəngləşdirə bilərik. Mənəvi cəhətdən zəngin edə bilərik. Nə zamansa bunun yanında maddi zənginliklər də olar və bir istədiyimiz harmoniya alınır. Niyə olmasın? Niyə arzulamayaq bunu? Niyə arzulamayaq bunu? Bir hekayə yaradaq, bəlkə də nə zamansa doğrudan da belə ola bilər. Niyə olmasın ki, Azərbaycan bu potensialı özündə daşıyır və nə vaxtsa ola bilər. Ola bilər. Bəli, ola bilər. Azərbaycanda sözün əsl mənasında ki, şəxsiyyətlərin fəaliyyəti bərqərar olduqca
Bu ardınca bu işıqlı məqamlar da meydana çıxa bilər və indiki müqayisədə xeyli səadətli həyat keçirdə bilərik dostlar. Ola bilər. Bu ehtimal həmişə var. Bəlkə də biz bunu görməyəcəyik, amma ehtimal həmişə var. Amma biz bunun üçün nələrsə eləyə bilərik. Yəni bizdən gəldiyi qədər. Dostlar, əzizdən müğayət olan gecəniz xeyrə qalsın.